Birine bir şey verdin ki bunu bir nəfər verdi. Yalan demədin ki, sən də bir nəfərsən də. Yalan da danışmadın. Bir nəfər verdi bunu sənə. Vacib deyil desən mən, lazım deyil. Bunu eləməyi bacarın, xahiş edirəm. Özümə birinci deyirəm, amma yəni bu cavanlara tövsiyəmdir bu. Birinə bir xeyir verin, gizli, heç kəs bilməsin. Heç kəs bilməsin, özü də bilməsin. Deyirəm ki, bir nəfər, məsələn, eşitdim problemim var, bir nəfər bunu verdi sənə. Apar öz cibindən versin də bir nəfərsən, sən ev yox. Yalan yazılmayacaqsan. Bir nəfər verdi sənə deyirəm. Pis işləri adam içində çox gizlədəndə yavaş-yavaş adamın üzünə vurur və insan hiss olunur ki, bu yaxşı adam deyil. Eləcə də yaxşı işi gizlədəndə də nur vurur üzə, görsən ki, hədisdə var, gecə namazı qılanın üzünə nur gələr. Gizli yaxşı işdə axır özünü göstərir, gizli pis işdə, pis xüsusiyyətdə. Hamısı özünü axırda üzdə bir üzə verir, çatdırır, tanıtdırır.